Peyğəmbərə vəhiy gəldi ki, 3 nəfər müşrik Latla Uzzaya, o bütlərə də, o xüsusi bütlərə and içib ki, səni öldürəcəklər. Peyğəmbərə bu ilham oldu, bu xəbər gəldi. Peyğəmbər getdi məscidə. Məsciddə üzünü tutdu ki, bəs 3 nəfər var, and içib ki, məni öldürəcək. Davamında da maraqlıdır, özü dedi ki, vaqat kəzəbu və rabbil kəbə, and olsun Allaha, amma öldürə bilməyəcəklər, boş söhbət deyirlər. Maraqlıdır ya. Deyir, mənə deyiblər, amma burada bir məsələ var da, imtihan olunmalısınız da, zahirən məsələ budur. Peyğəmbər üzünü tutdu məscidə, kim gedər olan üstünə? Səs gəlmədi. Kim gedər? Heç kəsdən səs gəlmədi. Birdən əmir Peyğəmbər qayıtdı. Əli yoxdur burada. Maraqlıdır ya. Səsin gəlməməyindən bilir ki, o yoxdur burada. Deyirlər, yoxdur. Hardadır? Deyirlər, xəstələnib evdə dedi, gedin o çağır. Əlisam qızdırması var, xəstələnib, tarixdir bu. Gəldilər, dedilər ki, Əlican Peyğəmbər səni çağırır. Yatağından sanki sıçradı. Böyle sürətlə qalxdı. Adam deyər, xəstələnmişəm, qalxdı, Peyğəmbər mənə çağırır, gəldi. Bəli, ya Rasulallah. Dedi, bəs 3 nəfər var. Dedi, ya Rasulallah, özüm tək gedirəm, heç kəsə ehtiyac yoxdur. Eynəl müfərrid. Ana o qəmi götürən. Peyğəmbər də getdi. Getdi. Neçə gün keçib hələ gəlmir. 3 gündən sonra Həzrəti Zəhra Həsən Hüseyni qucaqladı, gəldi, dayandı Peyğəmbərin qabağında. Əli yoxdur ya. Peyğəmbər narahatam yəni. Peyğəmbər narahatam, Həsən narahat, Hüseyin narahat, Peyğəmbər özü narahat. Peyğəmbər bir cümlə dedi. Allah. Dedi, məşirən nas, ay cəmaat, üzün tutdu insanlara. Mən yətini bi xəbəri Əliyin. Kim Əlinin mənə xəbərin gətirsə, o bəşşirhu bil cənnət. Cənnətlə onu müjdələyəcəm. Əmrül Mominin qayıtdı, bir nəfərini öldürmüşdü, ikisini əsir gətirdi. Adamın belə bir imamı var. Adamın belə bir imamı var.